Abşeron rayonu Qobu qəsəbəsinin sakinləri içməli su üzünə həsrətdilər. Uzun müddətdir yaşanan bu problem sakinləri lap təngə gətirib. Amma adiyyəti qurumlara etdikləri müraciətlər isə cavabsız qalmaqdadır. Yəni 20-yə yaxın evlər var, yəni susuzdular. Gedir yoldaşım ya qabaqdan girəcəkdən, Qobun girəcəyindən maşından gətirirlər qavlarda, kanistrlərdə. Bu ərazidə sakinlər içməli suya möhtacdılar. Deyirlər suyu ya şəhərdən daşıyırlar, ya da maşınla alırlar. 3 gündən bir, 4 gündən bir 25 manat veririk qışı. Amma yayı hardasa bir də görürsüz tapılmır, 40 manata, 50 manata gəlib çıxır. Susuz qalıb evlər yəni. 150-200 manat. Hələ onda darta-darta, uzada-uzada. Yoxsa normal işlətsəm, heç o 200 manat da mənə, elə 200 manatlıq su mənə çatmır. Hər maşında çağıranda 25 manat. Kanistrdən onlarla su gətirirəm. Susuz mümkün deyil. 3 günə məsələn aldığın suyu elə olur 2 günə gələnim var, gedənim var. Var ki 30-a deyir gətirirəm. İstəyirsən al, istəyirsən alma. Sakinlər dəfələrlə aidiyyəti qurumlara üst tutsalar da nəticəsiz qalıb. Müraciət eləmişik, ərizə yazılıbdır, cavab verən yoxdur. Müraciət olunub yəni su idarəsinə. Hə, layihədə var, bir il ərzində, daha ildən də tez demişdilər. Onun üstündə 3 il keçib. Nə bu layihəyə baxan var. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, əraziyə su növbəli şəkildə, yəni həftənin cüt günləri saat 18:00-dan saat 02:00-a qədər verilir. Bu ev alanda yəni bu krant var. Dedilər ki, dedim su gəlmir, dedilər motorun yoxdur, yəni güya ona görə. Motor aldım, qoydum, dedilər yox, gərək hidrofor qoyasan ki, su gələndə özü çəksin, gətirsən. Motoru da aldıq, hidroforu da aldıq. Əvvəl bir neçə dəfə oldu, yalandan deyim, heç olmadı, yox. Mən də жалlandım ki, hə də, sən də o vaxt dedilər ki, yayda ona görə olmur. Qışa çönəndə olacaq. Nə yayı, nə qışı biz daha su görmürük. Sakinlər isə deyir ki, ərazidə su boruları mövcuddur, lakin 4 ildən çoxdur ki, əraziyə su gəlmir. Günəş Rızayeva, Diana Cəlali, Nadir Cəlilov, Spice xəbər.